Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Səhiyyə televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək dünyada və ölkədə hansı vacib və maraqlı tibb hadisələri baş verib. Veyblərdən yaranan yeni xəstəlik Rusiyada da tapıldı. Yeniyetmədə popkorn xəstəliyi tapıblar. Nəyə görə həkimlər bu xəstəliyə popkorn deyir? Ona görə ki, ağciyərdə biz popkorn yeyəndə gələn xırçıltı və yaxud da xırçıltı səsləri gəlir. Çox ağır xəstəlikdir, müalicəsi məlum deyil və həmin xəstə ilə, yeniyetmə ilə nə edəcəklərini həkimlər özləri də bilmirlər. Çalışın uşaqlarınızı elektron siqaretlərdən maksimum uzaq tutasınız. Yeniyetmədə popkorn xəstəliyi aşkarlanıb. Həkimlər yeniyetməyə müasir dünyanın yeni xəstəliyi olan vapor və ya popkorn xəstəliyi diaqnozu qoyub. Rusiyanın Tomsk vilayətində aşkarlanan xəstəlik haqqında Rospotrebnadzor məlumat yayıb. Popkorn xəstəliyi, yəni EVALI, elektron siqaretin səbəb olduğu qeyri-infeksion ağciyər xəstəliyidir. Bronxiollara təsir edir və tənəffüs orqanlarının daralması, iltihabı şəklində özünü göstərir. EVALI, popkorn fabrik işçilərinin xəstəliyi bronxiolitis obliterans ilə oxşarlığına görə popkorn xəstəliyi ləqəbini almışdı. Bundan əlavə, xəstəlik zamanı ağciyərlərdən popkorn yeyərkən gələn xırıltı səsləri eşidildiyi də deyilir. Əlilliyi olan hərəkət pozuntularına sahib bir insanın hər hansı bir şəkildə həyata qayıtmağı və hər hansı bir hərəkətləri icra eləməyi üçün yeni bir çip icad olunub və çipi insanın beyninə yerləşdirəcəklər. Bununla da insan bu müəyyən böyük motor pozuntuları ki var bədənində, onları icra etməyi öyrənəcək. Sehirli, maraqlı və yepyeni bir xəbərdir. Birlikdə izləyək. Bədənin hərəkət etmə bacarığında pozuntuları olanlar üçün yeni çip icad edilib. Çip hərəkət etmədə problemləri olan pasiyentlərin böyük motorikasındakı fəsadları aradan qaldırmağı hesablanıb. BlackRock Neurotech və ClearPoint Neuro BCI implantasiyasını asanlaşdırmaq üçün avtomatlaşdırılmış cərrahi həll hazırlanır. BlackRock Neuroport RI yüksək ayırd etmə və məkan əhatəsi ilə fərqli neyronlardan gələn siqnalları qeyd edir. Cihaz neyrocərrah tərəfindən kəllədəki kiçik dəlikdən implantasiya ediləcək. Cərrah damarlara zərər vermədən elektrodları dəqiq şəkildə daxil etmək üçün pnevmatik alətdən istifadə edəcək. Simsiz versiyalarda elektrod massivi dərinin altına yerləşdirilən kardiostimulyatora bənzər korpusa qoşulacaq. Bilirsiniz ki, Trump administrasiyası bir çox araşdırmaların, tədqiqatların pulunu kəsib. İndi də 40 milyon dollarlıq LGBT üzvlərindəki müxtəlif xəstəlikləri və yaxud da onlarla bağlı araşdırmaları, tədqiqatları tamamilə ləğv edib və qrantı kəsib. Nəticə etibarilə alimlər kifayət qədər şikayət edirlər. Deyirlər ki, lap homoseksuallar da olsa, fərqli cinsi orientasiyaları olan insanlar da Amerika vətəndaşıdır. Onlar haqqında da nələrisə öyrənmək lazımdır. Lakin Trump administrasiyası hesab eləyir ki, milli dəyərlərə cavabdeh olmayan heç bir məsələ elm üçün və yaxud da maliyyə ayırmaq üçün dəyməz. Amerika Birləşmiş Ştatlarının hökuməti ümumi məbləği təxminən 40 milyon dollar olan 46 quruma 68 qrantı dayandırıb. Homoseksual, lezbiyan və transgender sağlamlığı ilə məşğul olan tədqiqatçılar araşdırmaları tamamilə ləğv edib. Trump administrasiyası ideoloji motivlərə zidd olan elmə maliyyə ayırmayacağını bəyan edib. Qrantı ləğv edilən tədqiqat qrupları artıq Amerikada LGBT icmasında şəkəri öyrənən heç bir təşkilat yoxdur. Qeylər, homoseksuallar da insandır və Amerikalılardır deyə narazı postlar paylaşılır. Bu xəbəri eşidəndə o qədər sevindim ki, sevincimi sizə izah eləyə bilmərəm. Ömür boyu arxulamaq üçün uzaq dayandığımız şokolad sən demə əslində çəkimizi atmağa kömək eləyirmiş. Alimlər bunu sübut eləyib, şokolad istehsalçıları da xoşbəxtdir, şokolad sevənlər də. İzləyin, siz də xoşbəxt olun.
şokoladın arıqlamağa kömək etdiyi sübut olundu. Araşdırmanın nəticələri Functional Food jurnalında dərc olunub. Çindəki Zhengzhou Universitetində aparılan tədqiqata görə şokoladın tərkibində olan teobromin adlı kimyəvi maddə orqanizmə və beyinə çox faydalıdır. Kakao dənəsində olan bu maddə iltihab əleyhinə təsir göstərir, antioksidantlarla zəngindir, hətta beyni Alzheimer xəstəliyindən də qorumağa kömək eləyir. Alimlər həmçinin qeyd edib ki, teobromin yüksək xolesterinolun yaddaş və koqnitiv funksiyasının mənfi təsirlərinə qarşı mübarizə apara bilər. Teobromin qan dövranı sistemi vasitəsilə beyinə nüfuz edir ki, bu da beynin fəaliyyətini, həmçinin əhval-ruhiyyəni yaxşılaşdırmağa və depressiya ilə mübarizə aparmağa kömək eləyir. Şokoladın arıqlamağa kömək etdiyi də sübut olunub. Çünki teobromin orqanizmə yağları parçalamağa dəstək göstərir deyə araşdırmanın müəllifləri izah edib. Yaz gəlir, arıqlama, çəki atma mövzusu kifayət qədər gündəmdədir. Ona görə bu xəbərimiz də məhz arıqlama ilə bağlıdır. Sən demə, qaçmağı əvəz eləyən, başqa, çox rahat və zövq verən bir hərəkət var imiş. İsti su ilə vanna qəbul eləmək. Və əgər xəbəri diqqətlə dinləsəz biləcəksiniz ki, nə qədər qaçmaq, nə qədər isti suda çimməyə bərabərdir. Çox unikal rəqəmlərdir. Artıq arıqlamaq həm istəyən hamı isti vanna qəbul eləməyə başlayacaq. Qaçmaq əvəzinə isti duş qəbul etmək kaloriləri yandırmağa kömək eləyir. Britaniyalı tədqiqatçılar müəyyən edib ki, rahatlaşdırıcı vanna yalnız yorğunluğu aradan qaldırmaq üçün bir üsul deyil. Eyni zamanda effektiv kalori yandırma metodudur. Tədqiqat zamanı məlum olub ki, 40 dərəcə temperaturda 1 saat isti suda qalmaq 150 kalori yandırmağa kömək eləyir. Mütəxəssislər bunu 30 dəqiqəlik gəzinti, 20 dəqiqəlik üzmə və ya 15 dəqiqəlik qaçışla müqayisə edib. Bundan əlavə 15 dəqiqəlik isti duşun 320 kalori yandırdığı məlum olub. Qeyd edək ki, soyuq duş isə əksinə, bədənin isilməsinə və daha çox enerji sərf etməsinə kömək edən qəhvəyi piyləri aktivləşdirir. Ətrindən bihuş olduğumuz, çaylara dad verən, yeməklərə həddindən artıq böyük ləzzət qatan rozmarin həm də yaddaşımızın, ağlımızın və zehnimizin qoruyucusuymuş. Necə bildim? İndi görəcəksiniz. Tədqiqatçılar aşkar edib ki, təbii otlardan əldə edilən birləşmə siçanların yaddaşını yaxşılaşdırıb. Üstəlik, Alzheimer xəstəliyinin müalicəsi üçün yeni üsulların yaradılmasına səbəb olub. Tədqiqatın nəticələri Antioksidant jurnalında dərc olunub. Amerika Birləşmiş Ştatlarının Scripps Tədqiqat İnstitutunun bir qrup alimi rozmarin və ada çayı bitkilərində olan karnoza turşusunun törəməsi üzərində işləyib. Onlar diakka adlı maddəsindən törəmə sintez edib və sonra onu Alzheimer xəstəliyinə bənzər simptomları olan siçanların müalicəsi üçün istifadə edib. Nəticədə yeni dərmanı qəbul edən siçanlarda öyrənmə və yaddaş bacarıqları yaxşılaşıb. Siçanlarda həmçinin insanların Alzheimer xəstəliyinin əlaməti olan 2 zərərli zülalın, yəni amiloid plitələrinin və tau düyünlərinin yığılmasının azaldığı müşahidə edilib. Qeyd edək ki, statistikaya əsasən bu gün təxminən 7 milyon insan Alzheimer xəstəliyindən əziyyət çəkir və Ümumdünya Səhiyyə Təşkilatının verdiyi proqnozlara əsasən 2030-cu ilə qədər əhalinin yaşlanması səbəbindən xəstələrin sayı 2 dəfə artaraq 14 milyona çatacaq. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib xəbərləri bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.